Atam tez məni qucağına aldı, torpağın üstünə qoydu. Tam gedirdi ki, mamamı və nənəmi qaldırmağa. Gördü ki, üzü çox gecdi, onlar ölübdü. Həmin günü mən nə təri görmüşəmsə buranı, mənim yaddaşımda silinməyən bir iz buraxıb. Oradan mən gördüm ki, kamera gəlir. Mən gülümsəməyə başladım. Bugün 2020-ci il 11 oktyabrda Ermənistan ordusunun Gəncədə törətdiyi qanlı terror aktından 5 il ötür. Həmin gecə Gəncənin Qələbə Parkı adlanan ərazisinə atılan ballistik raket nəticəsində şəhərin mərkəzində yerləşən çoxmənzilli binalar və mülki obyektlər dağıdıldı. Düşmən döyüş meydanında məğlubiyyətə uğradıqca hədəfini cəbhədən dinc əhaliyə yönəltmişdi. Raket zərbəsi nəticəsində 10 nəfər həyatını itirdi, 40 nəfər yaralandı. 2 ailənin 3 övladı hər iki valideynini itirdi, bir ailə isə tamamilə məhv oldu. Burada bizim evimiz var idi. Burada da park var idi. Atam məni boynuna alıb parkda qaçırdı. Mən çox maraqlıydım. Anam da evdə kömək eləyirdi ki, oxumağıma. Bir dənə dəftərim var idi. Onu oxumağa kömək eləyirdi. Həm biz gedirdik parka, mamamla düşürdük. Həm biz mamamla oyun oynayırdıq. Çadırda, mən bu boyda bir dənə çadırım var idi. Biz gizlən parça oynayırdıq. O gecədən atam ayaqdaydı. Hamımız yatırdıq. Atam ayaqdaydı ki, bir şey olardı. Tam sirkələnmə hiss edəndə atam tez məni qucağına aldı, torpağın üstünə qoydu. Tam gedirdi ki, mamamı və nənəmi qaldırmağa. Gördü ki, üzü çox gecdi, onlar ölübdü. İlham baba yaxşı babaydı. Mənlə çox xoşbəxt danışırdı. Hündürboy idi. Həmin günü mən nə təri görmüşəmsə buranı, mənim yaddaşımda silinməyən bir iz buraxıb. Elə bil arxaya çönsəm elə bil indi görürəm. Elə vəziyyətdədir. Dağılmış yerdə Nilayın dilindən desəm, dağılmış yerdə əsər əlamət yoxdur. Sağ olsun prezidentimizi, şəhidlərimizin adını əbədiləşdirdi. Bura gəlib, mən inanıram ki, tələbələr də, şagirdlər də, hamısı bura gəlib, onları yad eləyəcəklər, yaddan çıxmayacaqlar. Hərbi şəhidlər kimi mülki şəhidlər də yad eləyəcəklər. Bizim evimizə gecə saat 1-in qalmış bomba atdılar. Əlbəttə ki, bacımın ayağı tutuldu. O ya 3 gün ya da 4 gün yeriyə bilmədi. Biz evdən çıxa bilmirdik. Daim bacımın da ayağı tutulanda mən yanına gedib dedim ki, qorxma, mən sənin yanındayam. Daim bizə kömək gəldi. Bizi çıxartdıqdan sonra tibbi yardıma yerləşdirdilər. Oradan bizə balnisaya apararaq biz tibbi yardımda idik. Oradan mən gördüm ki, kamera gəlir. Mən gülümsəməyə başladım və bu deməkdir ki, Azərbaycan qorxmaz mərd biri idi. Hardasa da ki, bir dəqiqə işləmiş qadələndə dəhşətli bir partlayış səsi gəlir və çöldən çöl işıqlanır. Raketin valnasından çöl işıqlanır odundan. Dərhal əynimi yenib çölə qaçıram. Çöldə bu raketin tozundan heç tat görənmirəm. Raketin tozundan heç tat görsənmir, ancaq səslər eşidirəm, qışqırıqlar eşidirəm, ağlayanı eşidirəm, ağlayırlar, kömək istəyirlər. Ancaq hardasa da bir 10 dəqiqə toz tumanın əlindən heç tat görünmürdü, ərazi görünmürdü. Çıxa bilən çıxdı, çıxmayanlar şəhid oldu, rəhmətə getdi, Allah rəhmət eləsin. Dəhşətli bir gecə idi da, yəni gözümüzün qabağındadır bugünkü günə kimi o gün. 10 nəfər dünyasını dəyişdi. Allah onların hamısına rəhmət eləsin. Tanıdığımız insanlar idi, bir yerdə yaşadığımız insanlar idi. Necə deyərlər? Gözlü raket zərbəsi və gözlü dağıntılar və insan tələfatı.
Bu təxminən 5 il bundan qabaq olmuşdu. Həmin ərəfədə də müharibə gedirdi. Əsas bütün fikirlər dönüşlər cəbhədə idi. Cəbhədə uğurlar var idi. Bu uğurlar da var, şəhidlər də gəlirdi. O ki, belə bir hadisənin olması təbii ki, müharibənin bir fəsadlarından biri idi. Xatırladaq ki, bu terror hadisəsi Moskvada humanitar atəşkəsin elan olunmasından cəmi bir gün sonra baş verdi. Bu da terrorçu Ermənistanın atəşkəs razılaşmasına hörmət etmədiyini, beynəlxalq hüquq və öhdəliklərə məhəl qoymadığını bir daha sübut etdi. Barometr olaraq həmin gün şəhid olan mülki vətəndaşlarımızı ehtiramla yad edirik.